Sabahınız xeyir hər kəsə. Mənim səhərim qaşa ilə başladı. Uşaqlara manka eləyirəm. İstəyirəm ki, isti manka yesinlər. Biraz belə deyim ki, naxoşdular, bilmirəm. Xəstədir ya yox, başa düşmürəm. Bir qızdırma qalxır 39-a, bir qızdırma düşür, bilmirəm. Başa düşmürəm indi bu nədir. Qaşa belə alındı. Məndə biraz çox qatı oldu, amma yenə də uşaqlar belə sevirlər. Yanında banan da kestim, biraz darçın da verdim, koydum ki uşaqlar belə sevirlər. Burada mən uşaq keçdim, uşaqların otağına yığdım, pastellərimi də yığdım. Təmizlədim, baratkaya saldım. Hava çöldə qəşəngdir, yaxşı havadır, bilmirəm. Yenə də deyirəm, bilmirəm niyə? Çünki bu havalar başa düşmək olmur da. Biraz isti olur, biraz soyuq olur, belə. Keçdim, istəyirəm burada qabları yuyum. Uşaqlar zavtraq eləyiblər, keyfləri yoxdur, heç nə istəmirlər. Zorla yedizdirdim, dedim siz yeməlisiniz. Yeməsəz siz məktəbə gedərsiniz. Belə deyəndə uşaqlar həvəslə yeyirlər. Mən də keçirəm qabları yuyum, tez istəyirəm qaynanam rayondan göy getirmişdi, hansı ki biz bizim göylərdəndir, hansı ki biz yığırıq və onlardan həm qutab hazırlayırıq, həm də görzələrə də eləyirik. İstəyirdim, onları da oja kəsib qoymuşdum xalacilnikə. İstəyirəm onlardan görzələri eləyim uşaqlara. Mənim bir bloqumda var, mən onları nətər eləyirəmsə, burada biraz çəkdim, çox çəkə bilmədim, çünki tez-tez eləyirdim. Həm tələsirdim, bir qızım məktəbə getməli idi, onu 4 dərsə göndərdim. Qızdırması var, 4 dərsə göndərdim, hansı ki onlar MSO yazırlar onlara. Həm onu götürüb getirməli idim, həm yemək hazırlamalı idim, həm də yəni ev işləri də hansı ki qutarmı. Burada mən soğan çox belə balaca kəsdim, skоворodkaya qoydum, biraz duz əlavə elədim, biraz kərə yağ əlavə elədim və 2 yumurta koydum. Biraz belə qarışdırıram, amma qızartmıram. Qarışdırıram, qızartmasın və sonra da söndürürəm. Bu belə sulu kimi qalmalıdır. Burada mən keçirəm xəmiri yoğurmağa, bilmirəm düz deyirəm ya yox, xəmir eləyirəm. Xəmirdə un, duz, yumurta və su, soyuq su ilə xəmir eləyirik. Belə xəmir çox biraz belə tverdə olmalıdır. Xəmir də oja hazırdır, biraz dinləndi xəmir. Çıxardıram və xəmir hazırdır. İndi bunu kəsirəm, köndələr eləyirəm ki, burada rahat özüm üçün lavaşları açım. Və o birisi hansı ki onları yığıram, onları hazırlayıram. O video başqa videoda yenə də məndə deyirəm. Bundan əvvəl də eləmişdim. Bir neçə video qabaqda var, nətər eləyirəmsə. Burada biraz koydum ki, hamısını çəkə bilmədim. Çünki dediyim kimi tələsirdim. Və hazırdır. Belə qaynadırıq. Qaynadıqdan sonra yeyirik. Keşin çox dadlı olur. Siz də deneyin, çox dadlı olur. Bu da mənim görzələrimdir. Baxın, biraz arıq da qoymuşam. Fındıq. Belə dadlı alınır. Həm kərə yağla və pişə super alınır. Göz haqqını halal eləyin. İnşallah hamının ruzusu yenə də deyirəm Allah versin. Biz yedik, qurtardık, doyduq. Qəşəng bunlar qalandı. Bu da xəngəldə qalan xəmirlə elədim. Xəngəl kəsdim, dedim marazilkaya qoyaram. Çay da içdik və qalan bu kuxnadır. İndi tez buranı yığışdırıb getməliyəm qızımın dalınca 6-da məktəbdən buraxır. Bu da yenə də keçdim qab yuma prosedura eləyirəm. Həmişəki kimi qab yuma, təmizlənmə. Unla işləyən sonra elə bilirəm ki, evdə hər yer un olur. Bilmirəm niyə belə fikirləşirəm, amma istəyirəm tez təmizləyim də həmişə. İstəyirəm ki, tez o unla təmizləyim, pılisoslayım, yuyum. Bu prosedura indi gəlir. İnşallah bu videonu da bəyənərsiniz və
çox sağ ol deyirəm, hansı ki siz podpiska olmusunuz, hansı ki kommentariyalar yazmısınız. Mənim üçün çox xoşdur, çox sevinirəm belə şeylər alanda. Bir kimsə nəsə yazanda, nəsə soruşanda çox maraqlı olur və bəyənirəm belə şeyləri. Burada mən pılisoslayıram. Həmişəki kimi bu mənim axşam rutinimdir. Bunu eləməsəm mən yenə də deyirəm, yata bilmərəm. Məncə uşaqların otaq hansı ki onlar hər gün orada gəzirlər, nəsə kəsirlər. Həmişə nəsə orada tapa bilirəm. Orada onlar gizlədirlər, özləri bildiyin kimi şkafın altında, divanın arxasında, altına nəsə qoyurlar, atırlar. O hansı ki onlar kəsirlər o bumaşkaları, kağızları, amma mən onları tapıram da yenə də bir ana olaraq. Buranı da istəyirdim boyum. Uca saat inanırsınız 6-dır, axşam 6-7 belə mən indi qutardım. Hər şeyi istəyirəm. Bugün biraz tərs rutinimi eləyim. Onsuz da uşaqlar xəstədir. Heç həvəsim yoxdur nəsə kəsməyə, nəsə toz çıxartmağa. Ona görə də dedim bugün belə olsun. Pul yuyuram ki, təmizləyirəm, pul silirəm. Toz olmasın yenə də uşaqlar yatanda, səhər tez duranda ev təmiz olsun. Onsuz da sabah səhər heç kim məktəbə getmir, təmiz evdə dursunlar inşallah. Belə. Sizdən bir şey soruşmaq istəyirdim. Çoxdan istəyirdim soruşum. Sizdə hansı videolar daha xoşuma gəlir? Yəni onları çəkərdim bəlkə də nə xoşuma gəlir, hansı yeməklər məsələn istəyirdiniz görməyə. Mən çox belə yemək bişirməyi xoşlayıram, hazırlamaq. Nəsə hazırlayanda həvəs alıram o hazırladığım o yeməklərdən və xoşlayıram ki, hamı onu bəyənsin və desin ki, nə qədər yaxşı alındı. Mənim də həvəsim gəlir, yenə də eləyirəm də. Belə. Burada uca kuxnaya keçdim, biraz yavaş-yavaş. Burada çox un olub deyə biraz yavaş-yavaş buranı pılisoslayıram. Onu təmizləyim. Ondan təmizləmək istəyirəm. Qızlar da evdədir. Həminə xoşdur, bilmirlər nə eləsin. Televizora baxırlar, baxa bilmirlər. Həvəsləri yoxdur, kompüter açırlar, oynaya bilmirlər. Yenə də həvəs yoxdur. Xəstə olanda uca adam heç nə istəmir. Amma yeməkləri yeyiblər, onlara darman deyəndə qızdırma üçün tabletkaları da verdim. Rahat indi özləri üçün bəlkə yatarlar, biraz tez yatıp tez durarlar səhər. Mən də istirahət eləyərəm o vaxt.
Все, mən öz axşam rutinimi burada qurtarıram, bitirirəm burada. Həmişəki kimi hamamda bitir hər şey. Buranı da təmiz yatanda mən yenə də deyirəm, rahat oluram. Bilirəm ki, səhər gec oyansa da bilirəm ki, vəsədə hər yer təmizdir və mən rahat oluram. Sağ olun, salamat qalın. İnşallah bəyənərsiniz, inşallah mənimlə qalarsınız. Nəsə yazarsınız, soruşarsınız. Çox-çox xoş olardı. Və təmiz hamam. İstədim biraz belə də istirahət eləyim özüm üçün. Öz buketimdir. Sabah inşallah açarlar hamısı. Belə qəşəng vidlə fortoçkanı da açdım. Kofe süzdüm, alma, peçenye və